Azərbaycan enerji strategiyası son 30 ildə ölkənin inkişaf tarixində mühüm dönüş nöqtəsinə çevrilib. Bir vaxtlar yalnız neft və qaz sərgisi kimi fəaliyyət göstərən tədbir bugün beynəlxalq miqyasda tanınan Bakı Enerji Həftəsi formatına yüksəlib. Dünyanın aparıcı enerji platformalarından biri hesab olunan tədbirə qlobal liderlərin diqqəti də bunun göstəricisidir. Birləşmiş Ştatlar prezidenti Donald Trump, Türkiyə prezidenti Recep Tayyip Erdoğan və Böyük Britaniyanın baş naziri Keir Starmerin ünvanladıkları rəsmi məktublar Azərbaycan enerji sayəsində qazandığı nüfusun təzahürü kimi qiymətləndirilir. Dünya iqtisadiyyatı bugün də faydalı qazıntılar olmadan fəaliyyət göstərə bilmir. Azərbaycanın yanaşması isə enerji təhlükəsizliyi ilə yaşıl enerji keçidini paralel şəkildə inkişaf etdirməkdən ibarətdir. Müstəqilliyinin ilk illərində ağır iqtisadi və sosial problemlərlə üzləşən Azərbaycan bugün tamamilə fərqli inkişaf mərhələsinə qədəm qoyub. 1990-cı illərin əvvəllərində ərazisinin 20% işğal altında olan, 1 milyondan çox qaçqın və məcburi köçkün olan, yoxsulluq səviyyəsi 50%-dən yuxarı olan ölkə hazırda regionun ən güclü iqtisadiyyatlarından birinə çevrilib. Bugün yoxsulluq səviyyəsi təxminən 5% təşkil edir. Xarici borc ümumi daxili məhsulun cəmi 6% həcmindədir və dövlət ehtiyatları xarici borcu dəfələrlə üstələyir. Heç şübhəsiz ki, iqtisadi uğurlar, hərbi, siyasi və diplomatik səfərlərlə müşahidə olunan bu reallığın təməlində dayanan əsas amillərdən biri milli iradə tərəfindən qətiyyətlə həyata keçirilən çoxşaxəli enerji siyasətidir. Digər dövlətlərdən və digər təcrübələrdən hansı ki, təbii sərvətlər həmin dövlətlər üçün həmin təcrübələrdə daha çox bədbəxtliyə çevrilir. Azərbaycan tam əksinə öz təbii sərvətlərimizi və təbii sərvətlərdən əldə olunan mənfəəti insan kapitalına yönəldə bildi. Həmçinin milli müdafiə qabiliyyətimizin, təhlükəsizlik qabiliyyətimizin daha da gücləndirilməsinə, nəticə etibarilə siyasi müstəqilliyimizin, iqtisadi müstəqilliyimizin gücləndirilməsinə yönəldə bildi. 1994-cü ildə milli lider Heydər Əliyevin əsasını qoyduğu enerji siyasəti bugün uğurlu model kimi təqdim olunur. Vaxtilə xarici investorları ölkəyə cəlb edən Azərbaycan artıq özü investor dövlətə çevrilib. SOCAR Yaxın Şərq, Afrika və Mərkəzi Asiyada müxtəlif enerji layihələrində iştirak edir. Azərbaycan bugün qlobal enerji təhlükəsizliyinin vacib iştirakçılarından biri kimi çıxış edir. TANAP və TAP layihələri vasitəsilə Azərbaycan qazı Avropaya çatdırılır. Hazırda ölkənin qazı 16 dövlətə ixrac olunur və bu coğrafiya genişlənməkdə davam edir. Eyni zamanda Azərbaycan Xəzərin şərq sahillərində yerləşən ölkələr üçün etibarlı tranzit mərkəzi rolunu oynayır. Dünya okeanlarına birbaşa çıxışı olmayan Azərbaycan enerji resurslarının qlobal bazarlara çatdırılması üçün qonşu və tərəfdaş ölkələrlə etibarlı əməkdaşlıq sistemi qurub. Məhz bu siyasət ölkəni regionun enerji, nəqliyyat və geosiyasi mərkəzlərindən birinə çevirib. Azərbaycanın son 30 ildə keçdiyi inkişaf yolu göstərir ki, təbii sərvətlərdən düzgün və milli maraqlara uyğun istifadə olunduqda, onlar ölkələrin dayanıqlı inkişafı üçün güclü imkanlar yarada bilər.